xüsusiyyətidir. Daha sonra isə korpus callosum dediyimiz bir hissə var idi. Ötən videolarda da demişəm insan beynində. Bu isə iki beyin yarımkürəsini bir-biri ilə ortadan birləşdirən bir maddədir. Yəni strukturdur. Həmin bu struktur da görülmüşdür ki, qadınlarda daha yaxşı inkişaf edib. Bu isə nə deməkdir? Bu isə qadın beynində sağ və sol tərəf arasında sürətli rabitənin olması deməkdir. Yəni qadınlar sürətli düşünürlər. Ancaq digər tərəfdən bütün bunlar sadaladığım qadının yüksək intellektli olduğunu nə qədər göstərir deyə bilmirəm. Çünki digər tərəfdən isə qadının beyninin bu cür sürətli düşünməsi dezavantaj ola bilər. Çünki qadın buna görə yaxşı, daha doğrusu aydın qərarlar verməkdə çətinlik çəkir. Əgər siz bir mağazaya girmisinizsə, tutaq ki, bir boş qab aldınız, bir qab aldınız, məsələn, atıram qırmızı rəngdə. Sonra çıxırsınız, çıxışa yaxın kimsə sizə deyir ki, mavilər daha yaxşıdır. Siz dönüb